Övladı tərbiyə eləmək üçün insan evlənməmişdən qabaq bu barədə fikirləşməlidir. Evlənməmişdən qabaq. Övladı üçün elə bir ana alıb gətirməlidir ki, gələcəkdə onun evladı. Çünki kişinin adətən elə də böyük rol olmur uşaqların tərbiyəsində. Əsas ananın rolu olur. Ona görə birinci evlənməmişdən qabaq bu barədə insan fikirləşməlidir. Və ondan sonra daima uşağın üzərində işləmək lazımdır. Lakin, vallahi ki, bu o qədər çətin və incə bir işdir ki, yəni, çox əfsuslar olsa bu günləri bizim cəmiyyətimizdə uşaqlarla aparılan müamelət, 1 yaşında uşaqla aparılan müamelət, 17-16 yaşında aparılan cavan uşaqla bu ömür boyu aparılan sanki eyni bir müamelət aparılır. Əksinə olmalı, uşağın hər devrində ona uyğun, onunla sən müamelət aparmalısan, hər devrinə uyğun. Hətta tərtibat qoyurlar ki, alimlər bu barədə, hətta 6 aydan bir dəyişilir, yəni necə sən ona müamilə aparmalısan, təsəvvür edirsən, yəni necə gəldiyi o. Uşaq sən baxmalısan, nəyi qəbul eləyir, o qəbul elədiyi dərəcədə sən ona verməlisən. Buna da ən böyük misal Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində olan dəlillərdir. Məsələn, onların ən barizi deyir ki, uşağa deyir, 7 yaşında namaz qılmağa əmr eləyin, 10 yaşında deyir, vurun və yataqlarını ayırın. Yəni, qılmasalar vurun və yataqlarını ayırın. Yaxşı, 7 yaşında niyə demədi yataqlarını ayırın? Görsən, yaş mərhələləri var. Yaşına uyğun ona müamelət aparmaq lazım. Bizdə uşağı 1 yaşında da vururlar, 2 yaşında da vururlar, 3 yaşında da vururlar. 5-6 yaşında uşağa hətta elə vuranlar var ki, 7-8 yaşında uşağa elə vuranlar var ki, heç böyüyü elə vursun dözməz. Vallahi bu böyük bir cinayət. 10 yaşına çatmamış uşağı vurmaq cinayət. Əslində o adamın özünü döymək lazım. Niyə görə? Əlbəttə, niyə görə? Çünki o uşaq bilmir nə eləyir. Və sən onu bilmədiyi şeyə görə döyürsən. Amma onu döyən bilir niyə görə döyür. Bilir ki, səhv eləyir. Ona görə o özü döyülməyə daha haqlıdır, nəinki o uşaq. Təsəvvür edirsiniz. Yəni 10 yaşına qədər uşağı vurmaq olmaz. Namazdan əhəmiyyətli bir şey yoxdur insan həyatında. Əgər namaza görə ki, bunu vurmağa qoymursanız, Allah Rasulü Aleyhisselatü Vesselam, yaxşı, niyə görə adi bir stakan sındırdığına görə uşağı döyürsən, ütüyü aşırtdığına görə döyürsən, telefonu su atdığına görə döyür. Uşaq onsa bilmir nə elədir. Sən bilmədiyi şeyə görə neyəm? Allah Teala məyər sən bilmədiyin şeylə mükəlləf eləyir. Eləmir. Allah Teala ondan qələmi qaldırıb ta ki böyüyəcəyənə qədər, ta ki ağlı kəsənə qədər. Sən necə onu döyə bilərsən? Amma o ki, qaldı ki, uşağın salih olması üçün, məsələn, uşağa verilən tərbiyə, uşaqda ən birinci əqidə formalaşdırmaq lazımdır. Əsas budur, necə ki, böyüklərdə elə olduğu kimi. Və uşağa da uşaqlıqdan öyrəşdirmək lazımdır ki, baxmayaraq onun fitrətində var, onu yaradan Allah var və Allah Teala onu yaradıb başına buraxmayıb da Allah Teala ibadət eləməlidir. O ibadətində ona heç bir şey şərik qoşmamalı. Sözsüz ki, uşaq dili ilə danışmaq lazımdır, belə şeyləri uşaqca. Ona heç bir şey şərik qoşmamalıdır və ibadəti də nətər gəldi eləməməlidir. Allah Teala ondan nətər istəyir, o cür eləməlidir. Allah Teala Peyğəmbərin göndərib Aleyhissalatu vesselam, o Peyğəmbərə baxmalısan, o Peyğəmbər necə ibadət edib elə eləməlisən və sonra səhabələri sevdirmək lazımdır. Yəni, bu çox önəmli şeylərdəndir ki, səhabələri uşaqlara sevdirmək olduqca. Çünki Allahın dininin düşmənləri İslamla ümmət arasında olan bağı kəsmək istəyirlər. O bağda səhabədir. Ona görə uşaqları səhabəli sevdirmək lazımdır ki, daha hardasa qıraqda başda eşidəndə ki, filan səhabələr söyürlərlə, artıq uşaqda sevgi olsun, müdafiə eləsin səhabələri. Və həmin o söyüş, böhtan, tənə, filan, o uşaqlara təsir eləməsin ki, gələcəkdə o uşaqlarla Peyğəmbər arasında olan bağ, səhabə bağı kəsilmiş olsun, aleyhissalatü vesselam. Nəinki Peyğəmbər, hətta Quran arasında, ümmətlə Quran arasında bağ səhabədir. Bizə Quranı nəql eləyən olardı, bizə sünnəni nəql eləyən olardı. Səhabə yoxdursa artıq bağ kəsilir. Yəni, ümmətlə İslam arasında bağ səhabədir. Onları da sevdirmək lazımdır, aşılamaq lazımdır, uşaqlara adlarını öyrətmək lazımdır və onların İslamda olan xidmətlərin, əməklərin, fədakarlıqların uşaqlara çatdırmaq lazımdır. Olduqca önəmli bir şeydir bu. Olduqca önəmli bir şeydir. Adətən buna səhlənkar yanaşılır. Lakin bilmək lazımdır ki, uşaqlara səhabələri tanıtdırmaq lazımdır. Nəinki uşaqlara, hətta böyüklərə, bugün bizdə də məsələn, görürsən, bəzi böyüklər var ki, hansı ki, İslam barədə anlaşılırlar, uşaq kimi. Onlara da elə səhabələri tanıtdırmaq, səhabələr barədə olan həyatları barədə, siraları barədə danışmaq lazımdır. Həmçinin ondan qalsa uşaqları məscidə aparmaq lazımdır, Quran halqalarına qoymaq lazımdır, devrələrinə qoymaq lazımdır, müəllim tutmaq lazımdır. Buna da səhlənkarlıq eləmək olmaz. Görürsən ki, dünyavi fənlər üçün 3-4 müəllim tutursan.
Lakin bir dənə Quranı öyrənmək üçün heç bir dəfə onun üçün müəllim tutmamısan. Quran bilən qardaşlar da hamısı işsiz, gücsüz oturub evdə. Hərə elə uşağın göndərər onun yanına, hərəsi ayda bir 10 manat, 15 manat versə ona bir 10 uşaq göndərsələr, yəni onun da dolanışığı olar və onun o dolanışığı olan ehtiyacından qat-qat minlərlə artıq sənin uşağının Quranı öyrənməyə ehtiyacı var. Və sənin qiyamət günü savab arzusunda olduğun bir vaxtı salih evladından gələn savablarla sən bəlkə nicat tapasın. Ona görə belə şeylərə səhlənkar yanaşmaq lazım deyil. Uşaqların tərbiyəsi mühüm bir şeydir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm həyatına baxanda görürsən daima uşaqlara tərbiyə verərdi, o gözəl şəkildə. Görürsən nə deyir Ənəs bin Məlik radiyallahu anh? Yemək gətirir, qoyulur. Deyir ki, səmmillah, bismillahdir. Kul biyəminik və mimmə yelik. Sağ əlinlə yi və öz tərəfindən yi. Görün bir dənə o məclisdə 3 dənə şey öyrədir. Bunlar necə böyük insanlar var ki, heç bu sünnətləri bilmirlər. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm balaca bir dənə uşağı öyrədir onu. Öyrədir ki, necə süfrədə özünü aparmalıdır. Süfrə mədəniyyətini öyrədir ona. Öz qabağından yedir. Öz qabağından. Yəni bu özü də bir İslamın mədəniyyətindən, İslamın etikasından bir şeydir ki, hansı ki bəşəriyyət hamısı ki, o nə qədər yaxşı xüsusiyyətləri var, hamısı İslam dinindən götürülür. Və yaxud da İslamdan əvvəlki ilahi dinlərdən götürülür o yaxşı şeylərin hamısı. Yoxsa elə insanlar da necə gəldi, başqa məxluqat kimi yaşayardılar. Və ələxüsusda bu bizim dində, bizim şəriətdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsindədir. Ən gözəl əxlaq. İnnəkə ləalə xuluqud azim. Həqiqətən də sən böyük əzəmətli bir əxlaq üzərindəsən. Və beləcə hər bir sahəsində İslamın, hər bir sahəsində uşağa nəsə demək lazımdır. Sən elə bilmə uşaqdır keçdiyi, onlar hamısı yığılır onun beyninə. Yığır, topalır, yığır, topalır, yığır, topalır. Və beləcə sən uşağını tərbiyə eləmiş olursun. Amma ya uşağı atdın televizorun qabağına ki, uşağımı multfilmlər tərbiyə eləyəcək, uşağımı seriallar tərbiyə eləyəcək, nə olacaq? Artıq o uşaq sənin deyil. O uşaq sənin deyil, hə. Onları artıq o televizorun uşağıdır. O uşağı ki, televizor tərbiyə eləyir, o uşaq televizorun uşağıdır. Şəxsən mənim bir dəfə məndən soruşdular ki, cahil bir insandır. Söhbət düşdü falan xəbərlər var. Dedim, abal etmə xəbərlərə zədə baxa bilmirəm, danış görə nətər olur. Dedim, heç baxmırsın, dedim, televizorum yoxdur. Dedi, niyə görə yoxdur? Dedim ki, çünki uşaqlarımı özüm tərbiyə eləmək istəyirəm. Heç isə demədi. Yəni, bəlkə başqa şey desəydim, haramdır falan, o da 50 min şey deyəcək. Dedim, uşaqlarımı özüm tərbiyə eləmək istəyirəm. Həqiqətən də, yəni, insan uşağın özü tərbiyə eləməlidir. O qiymətli bir şeydir sənsin. Allahın neymətidir, Allah Taala verib onu sənə, özün tərbiyə eləməlisin. Çünki Allah Taala səndən soruşacaq. Bir, ikincisi də ki, ondan gələn xeyirlər sənə gələcək. Sənə gələcək. Ona görə sən özün uşağın üzərində əziyyət çəkirsən. Sənin o sərmayindir. Kapitalın sən onun üzərində elə bir əziyyət çəkirsən, elə bir qorumalısan ki, onu sən ondan sənə fayda gəlsin, ondan qazanc götürə biləsən. Yoxsa at ki, nə bilim, uşaq küçədə böyüksün, uşaq nə bilim, orada, burada, nə bilim, internetdə böyüksün, o uşaq artıq sənin olmayacaq. Ondan da sən nəinki fayda gəlməyəcək, əksinə ziyan gələ bilər, Allah qorusun. Üzün Allah bilir. Bəs ümumən bu nadinc uşaqlar olan qardaş və bacılarına tövsiyə edərsiniz? Nadinc uşaq deyəndə ki, uşaq elə nadinc olmalıdır da. Vallahi eşitmişəm, deyirlər ki, bu sahə bilən, deyirlər uşaq nadinc olmayanda o qeyri-normal uşaq. Anormaldır. Hə, uşaq nadinc olmalı. Birinci sinifə gələn qız uşağı, yəni birinci sinifdən başını bağlayıb göndərsə yaxşıdır, yoxsa... Əslində o uşağa gələ ki, Allah vacib eləməyibsə, onu vacib eləmək biraz... Amma uşaq özü normal qəbul edirsə, öyrəşdirmək üçün bəzən eləmə, bəzən yox, olar. Amma ki, hər şeyin vaxtı var da, şəriətimiz vaxt qoyur. Vaciblik o vaxtdan gəlir. Amma belə bağlıysa arada bir öyrəşsin, xoşu gəlsin filan, bir şey yox. Uşaqların əqrə belə təxminən üstündə yəni hansı yaş gəlir? Yəni əsas baş bağlama olar heyz vaxtından sonra bəzi digər əlamətlər olur. Həddi buluğa çatdı, artıq vacibdir. Bir-iki il məktəb başaqsı gəlib, sonra bağlandı və uşaqlar hepsi. Deyirəm də arada bir belə öyrəşdirmək falan. Uşaq bunu çətin oldu. Belə məktəblərdə zətlər 2 ildir bağlamadı. Əsas o ki, uşaq imanlı olsun, uşağı imanlı yetişdirəsən. O uşaq əgər normal tərbiyə, İslami tərbiyə ilə olmayacaqsa, onu sən bağçadan da hicablı göndərsin, yenə də uşaq böyüyəndə artıq ona xoşuna gəlməyəcək. Uşaq ki, uşaq imanlı olsun. Bəli. Desəm, qovum uşağı, Münövrəsi olsun. tutaq ki, qardaşın uşağı belə bir şeydir. O tənbih eləmək istəyir, ihtiyac yoxdur, atası, anası bu böyüdür. O tənbih eləmək üçün ona salam vermirsə, yaxud da o üz göstərmirsə, Uşağa elə tənbih eləmirlər. bəli, məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm uşaqları tənbih eləməyib heç vaxt.
Ənes radiyallahu anh deyir ki, deyir, bir dəfə deyir, məni qulluğa göndərmişdi. Çıxdım, gördüm uşaqlar oynayır, mən də başladım bunlarla oynamağa. Deyir, oynadıq, yadımdan çıxdı, deyir. Nə səbəbə çıxmışam evdən. Bir də gördüm, kimsə mən arxadan deyir ki, Ənəs, buradasan, hələ oynayırsan. Deyir, baxdım, gördüm Peyğəmbər sallallahu aleyhi ve sellem. Və deyir, çıxdı, getdi, özü həmin işin dalayıcı. Əxlaqa baxın, subhanə. Öz uşağı da deyir, hələ xidmətçisidir. Deyir ki, oynayırsan, deyir, getdi öz işinə. Deyir, bir dəfə mənə demədi ki, niyə bunu belə eləmirsən, və yaxud da niyə bunu belə eləməmirsən. Təsəvvür edirsən. Bütün uşaqları mənə sevindirərək onu Uşağı tənbih eləmək üçün, uşağı yalnız, ancaq uşağı tərifləməli. Hətta səhv elədə tərifləməlisən. 12 yaşında uşaqdan danışırım, yəni qız uşağından danışırım. Məsələn, futbol yaşında. 10 yaşına qədər vurmaq olmaz. 12 yaş zadı belə vardı məsələn. Ancaq sən ona nəyisə əmr eləyə bilərsən, nəyisə qadağan eləyə bilərsən. Amma tənbih eləmək, vurmaq falan bu kimi şeylər olmaz. Lap 12 yaş olsun, 11 yaş olsun. 11 yaş, 12 yaş o deməkdir ki, artıq bir idrak sahibidir. O yaşda namaza görə. Yəni o şeylər. Hə, hələ onda da namaza görə, yenə də hər şey görə necə gəldiyi. 3-7 yaş var. Birinci 7 yaşa qədər deyir, başlar kimi, ikinci 7 yaşa qədər. Hə, elə misal var, hə. Nökər kimi, üçüncü 7 yaşda isə vəzir kimi. Hikmətli sözlərdəndir də, həqiqətən də. Elədir. Sən uşaq vaxtı ona sən elə davrana bilmərsən axı. 7 yaşında elə palçığın əmrlərini izləyir. Uşağı ancaq həvəsləndirmək lazım. 7 yaşında, 14 yaşında qədər onun nökər kimi rəftar edir. Yəni ona zəhməti sevdiyi kimi zəhməti. Uşaq səhv eləyəndə o təyyə də tərifləmək lazımdır. Sındırmasa, bu əzməsə düzəldə bilməz. Bəli. Bəs məsəl üçün bu məscid məsələsində indi bizə populyar məsələdir ki, uşağı məscidə aparsan və bilirsən ki, bu orada nadiclik eləyir. Onda olmaz. Onda olmaz, aparmaq olmaz. Onda sən o qədər namaz qılanların haqqına girirsən. O uşaq ki, məsciddə özünü apara bilmirsə, o uşağı məsciddə aparmaq düzgün deyil, qətiyyən. O qədər namaz qılanların haqqına girirsən. Cəzakallah.